onlara nəsə zərər yetirsin. Ona görə fikir versə əsas gözləyimə haqda varid olan ayələrdən biri Yusuf Peyğəmbərin atası Yaqubun dediyi duadır və ya övladlarına etdiyi tövsiyədir daha doğrusu. O vaxt ki, onları göndərir Yusufu axtarmağa və kiçik oğlu ilə bircə nə deyir onlara? Deyir ki, lə tədxulu min bəbin vahid və tədxulu min əbvabin mutəfərriqə. Deyir, bir qapıdan girməyin, müxtəlif qapılardan girin. Və təfsirlərinə baxsaq görərik ki, əksər alimlər toxunub ki, bu gözləyimə səbəbini onları gözdən qorumaq üçün edir bunu. Çünki övladları gözəl idi. 11 övlad, bir kişinin 11 övladı istəmirdi. Bir qapıdan girsin və insanların gözü dəyişsin onlara. Və Misrin də 4 qapısı var, necə ki, bəzi təfsirçilər zikr edib. Və deyir ki, müxtəlif qapılardan girin. Lakin ayənin davamına baxsaq, görür ki, deyir ki, mən sizin üçün Allahdan heç nəyə qadir deyiləm. Yəni, nə olacaqsa Allahın təqdiri ilə olacaq. Yəni, əgər göz dəyəcəksə sizə, Allahın təqdiri ilə dəyəcək. Lakin nə edir? Səbəbləri götürür, qorunmaq üçün. Həmçinin Peyğəmbər s.ə.v haqda Allah Teala kafirləri vəsf edəndə deyir ki, onlar gözləri ilə səni süzürlər. Yəni, sənə istəyirlər ki, zərər yetirsinlər və ya həsəd etsinlər. Bu, Quranda varid olan bəzi ayələrdir, hansı ki, dəlalət edir ki, gözləyimə haqdır. Və Peyğəmbər s.ə.v-dən gələn hədisdə gəlib ki, necə ki, Əbu Hüreyrə radiyallahu anh rəvayət edir, deyir ki, əl-əynu haqq və nəhənil vaşm. Deyir ki, gözləyimə haqdır və döymə döydürməkdən qadağan edib Peyğəmbər s.ə.v. Yəni, tatuirovka döydürməkdən qadağan edib. Həmçinin başqa bir hədisdə gəlib ki, Peyğəmbər s.ə.v buyurub ki, göz haqdır. Necə ki, Cəbir radiyallahu anhunun hədisində də gəlir ki, Peyğəmbər s.ə.v deyir ki, göz kişini qəbrə, dəvəni qazana salar. Yəni, kişini qəbrə, yəni öldü, göz dəyər, ölər kişi. Və dəvəni də qazana salar, yəni ölümcül hala salar və sahibi kəsər onu, yəni qazana salar. Və bəzi rəvayətlərdə gəlib ki, göz haqdır, dağdan salar. Və bəzi rəvayətlərdə gəlir ki, Peyğəmbər s.ə.v buyurub ki, Allahın izni ilə göz kişini yandırar və qaldırar yüksəyə, sonra oradan salar aşağı. Yəni, gözləymənin haqq olması Quran və sünnədə sabit olub və hədislər çoxdur bu haqda və bəzilərinə yenə toxunacağıq. Və göz dəymə odur ki, yəni insan gözü ilə baxır bir şeyə və xoşuna gəlir və gözü dəyir ona. Və yaxud da baxır bir şeyə, həsəd edir və gözü dəyir. Və fərq var gözləymə ilə həsəd arasında. Görərik ki, həsəd ümuməndir. Yəni, gözləymə sanki həsəddən bir hissədir. Ona görə gözləymə xasdır. Həsəddən ayrılmış bir xasdır. Xas bir növüdür. Və həsəd odur ki, insan bir kəsə malına və ya övladına və ya hər hansı bir əşyasına həsəd edir. Yəni, istəyir ki, həmin o həsəd etdiyi kəsdən o neymət yox olsun, geçsin. Ya ona gəlsin və ya gəlməsin, həsəd etdiyi adamdan o neymət aradan qalsın. Amma göz dəyən insan ola bilsin, həsəd etməsin. Həmin gözü dəydiyi kəsə və ya malına ola bilsin də dəysin. Və ola bilsin, insan özü-özünə gözü dəysin. Özü-özünə baxsın və təəccüblənsin özü ilə, özünə gözü dəysin, malına gözü dəysin. Və fərqlər var və toxunacaq bəzi fərqlərə suallar əsnasında Allahın izni ilə.